bunu eşitməyənlər bu hissəni həmişə çərşənbələrdə dinləsinlər. Çox maraqlı bir mövzudur əslində. Söhrəb Tahir Azərbaycanın bölünmə faciəsinin həyatında yaşayan bir insandır. Yəni həyatının yetkin yaşında, gənc yaşında gəlmişdi, doğmaları qalmışdı cənubda və bütün həyatı boyu o ağrını, acını, elə bir ki, ürəyi iki yerə parçalanmışdı da. Bəli. Vətəndə vətənsiz idi də, belə deyək də. Elə bir ki, bu böyük bir şeydir. Qürbətdən bir var vətənə baxasan. Gedirsən, məsələn, deyək ki, Rusiya, oradan Rusiya sərhədindən bax Azərbaycana. Bir də var ki, Azərbaycandan Azərbaycana bax. Bəli. Vətəndən vətənə baxmaq bu ağrının acısını Söhrəb yaşamışdı. Və onun şeirləri içərisində həmişə o xalqın dərdin, kədərin, mən öz vətənimi, öz diyarımı azad ölkələrə qata bilmədim. Arzu yuxularım məni oyatdı, yuxular içində yata bilmədim. Azadlıq yurdumda dolaşdı yad-yad, mən azadlıq oldum, özgələr azad. Dilimi qılınçla doğradı cəllad, doğranmış dilimi ata bilmədim. Hay vurdum dərələr, dindi dərindən, uçdum möhrə-möhrə öz təməlimdən. Əllərim üzüldü qardaş əlindən, sonrasa qardaşa çata bilmədim. Yəni o şeiri tam da axıra qədər demirəm, əzbər bilirəm. Çox gözəl. Və o Azərbaycan adət-ənənələrinə bağlı bir insan idi. Bəlkə də Azərbaycanda Novruz bayramı, Novruz adət-ənənəsi ilə bağlı hamı müəyyən ştrixlər öz şeirlərində işlədiblər. Amma Söhrəb Tahir qədər onu bütün incəliyinə, bütün detallarına qədər onun qələm alan ikinci bir şairimiz yoxdur. Bayram poeması var, Novruz bayramına həsr olunub. Bütün adət-ənənələrə toxunub orada. Bədbüş şahidi öz ətrini, lalə açdı al sətrini, günəş güldü buludların arasında, bulud oldu ələk-ələk, Xan Çinarın budağında damağını şaqqıldatdı Hacı Leylək, yenə coşdu yaz qanımda, şam yandırın göy yanında, süfrələrə xonça qoyun, alma kəsin, heyva soyun, göy ağacdan budaq qırın, xonçalara cıqqa qoyun, ayna tutun ay üzünə, su çiləyin uşaqların, gəlinlərin üz gözünə. Şimşək çaxdı, gürşat yağdı, qızlar durub məlul-məlul suya baxdı. Çatıb artıq ər evinə köçmək vaxtı, görən bu il neçə qızın güləcəkdi, ayına baxdı. Arpa göyü, mərci göyü, ay səməni, tezcə böyü, sənin qadam mənə gəlsin, mənim qadam sənə gəlsin, ay səməni, sənə qurban olacağam, xalam oğlu sevsə məni. Yumurtanın qabığında ay qız su tök öz başına, qoy niyyətin başa gəlsin, elçi sizə bu Novruzla qoşa gəlsin, qoşa gəlsin. Çox uzandı bayramın gün ortası. Görən daha bərkiyibmi dünən duza bastırdığım çil toyuğun yumurtası. Evimizin bacasından kimsə evə qurşaq atdı, göy qurşağın pərə ucu kasadakı suya batdı. Alın qurşaq yiyəsinə pay bağlayım. Qonşu oğlan səfərdədir, alın ona pay saxlayım. Son çərşənbə axşamıdır, el-obanın bayramıdır. Yaxşı sözlər danışağın, açar atıb niyyət tutub qolaq asan ola bilər. Su görməmiş qab sındırın, çıl çırpıdan od yandırın. Atıl görək, sən bir çərək, mən bir çərək. Ağırlığım, uğurluğum düş bu odun ortasına. Ay qız, yavaş, yavaş atıl, qıçın sınar. Ay ağsaqqal o küsülü, qızı qına. Ay qız, mübarəkdir əlindəki təzə xına. Həyətlərdən səs gəlirdi, oxuyurdu qız gəlinlər. Təzə Novruz bayramını yaşayırdı bütün ellər. Çilənbər çay içində, oxlovu yay içində, muradın hasıl olsun bu gələn ay içində. Necə gözəl sözlərdir və orada bir-iki məqamı deyim. Məsəl üçün,
qonşu oğlan səfərdədir, alın ona pay saxlayın. Adam var, məsələn, övladı rayonda yaşayır, övladı Bakıda oxuyur, gəlməyini gözləyir ki, süfrəni açaq eləyək, onun payını saxlayaq. Bax, bu bir detal. Bilirsiniz, niyə yumurtanın qabıdır? Axı, hər şey yumurtadan yaranır. Bütün canlılar, insan da bir yumurtadan yaranır. Sonra digər başqa və sən yumurtanın qabığında ona görə suyu tök ki, sənin niyyətin də başa gəlsin, cüzərsin, eləsin. Və bu, bilirsiniz, bugün papaq atırlar. Mən bunun əleyhiniyəm. Papaq atmazdı keçmişdə. Oğlanlar belinə qurşaq bağlayardı. Köhnə tarixi filmlərdə zıdda görmüsünüz da. Dəli də var. Bəli, qurşağı demək asırdılar, evin bacaları olurdu. Artıq Novruz ərəfəsindən sonra evdə işin buxarı yandırmırdı, ocaq yeri yandırmırdı. Otağı, evləri təmizləyirdilər. Oradan sallayırdılar qurşağı. Oradan sallayırdılar. Qurşağın da ucunu. Və sonra artıq qurşaq şeyləndən sonra, kəmər bağlanandan sonra belə qurşaq bağlanmadı. Torba tikirdilər. Torbanın ağzı belə büzülürdü, belə çəkilirdin, belə şeylirdi. Dartırdın, bağlanırdı, ip keçirdi. Və sonra ipə bağlayırdılar uzun bir nazik kəndirə, oradan sallayırdılar. Amma adım mən bugünkü imkanlarla o torbanı doldurmaq çətindir. Papaq harasa papağı yığacam. Yox, balaca eləmiyorlar da, balaca eləmiyorlar onu. Bilirsiniz, yəni beləcəni götürüb və özdə bu gün çox qəribədir ki, qapıda döyür, uşaq da durur orada, onu o gizlənmək. Elə maraq ondadır da. Maraq ondadır. Sirri olması maraqlıdır. Və sirri olması maraqlıdır. Həm də sirri eyni zamanda görək onun o necə səxavətlidir o. İndi amma görürsə qoşun uşaq tanıyıb papağı verir əlinə. Hələ deyir ki, pul da qoy. Heç lazımdır. Adım mən, bizim o qonşumuz var, adım mən də tanıyır. Məşhur millət vəkili olub, Qaçayev Niman. O Niman da bizim küçədə ən varlı adamlardan biridir. İmkan idi. O qapı ki, onun qapısına papaqlar necə atılırdı. Belə hətta qapının qabağını da gözləmirdilər. İçəri, qapıdan içəri atırdılar, papaq düşürdü onlar. Yəni ki, doldursunlar, versinlər. Və bizdə bir qonşu Samir var idi, o çox biz uşaq idi. Hamı papaq atandan sonra cəmal 6, 7, 8, 9, 10-a kimi atdılar, yığışdılar. Bu gecə 12-də zadı çıxırdı. Başlayırdı, bunun yığdı daha çox olur. Çünki gecə 12-də bir dənə bu atır qapılara. Yığır oradan şəkərbran, paxlava, pul zad yığır, gətirir də həmişə. Və biz amma avlanırdı. Biz çıxırdıq 8-də, 9-da hamı kimi. Sonra artıq sürə başına. Bizə heç nə qalmırdı. Sonra onda bizim küçədə bir hündür oğlan vardı, Teymur, bizdə yaşdan böyük idi. Bu elə bir ki, o mafiya başçısı kimi də bu elə bir ki, papaqlara atın gəl. Biz buna hesabat veririk. Hamı papağı doldurub gətirir, qoy qabağına, deyək bir dayanın. Bu şəkərbran mənim. Yeyir və o qorxadır. Onları ötürdü ki, bunu götürür. İndi mən fikirləşirəm ki, neçə ildən sonra biz niyə Teymura onu verdik? Ya Teymur niyə hər şeyin ən yaxşısını götürür? Belə bir şeylər var idi. Amma məncə gözəl adət ənənədir. Novruz elə buna görə yaxşıdır. Məsələn, açarı suya qoyurdular, suya eləyirdilər. Niyyət tuturdular ürəyində, gedilər qapını pusurdular. Açar qapını açsın. Yaxşı sözlər danışağın, açar atıb, niyyət tutub, qulaq asan ola bilər. Bu yaxşı söz eşitsinlər. Bəli, yaxşı söz eşidində. Çünki qapı pusmaq var idi o vaxtda. Gəlirdi, demək qapı pusurdu. Evdən niyyətin tuturdu, gedirdi. Evdən xoş söz gəlirdisə yaxşı, deyirdi, niyyətim başa gələcək. Yox, əgər pis söz eşidir, ona görə deyir ki, son sərşənbə axşamıdır. El-obanın bayramıdır. Yaxşı sözlər danışağını açar atıb, niyyət tutub, qulaq asan ola bilər. Ürəyində niyyət tutar ki, yaxşı söz eşitsəm, mənim oğlum bu il nişanlanacaq. Yaxşı söz eşitsəm, qızıma elçi gələcək və s. və s. Gör, hansı detallara fikir verib. Bir də orada bir məqam da var. Ay ağsaqqal, o küsülü qızı qına. Yəni, məsəl üçün, bəzən olur da iki rəfiqə və qızlar danışmırlar. Ağsaqqala deyir ki, onları barışdır. Bəli, ağsaqqalara deyir. Çünki hər adam o qarışa müdaxilə eləyə bilməz axı. Bəli. Ağsaqqal müdaxilə eləyə bilər də. Dahiyanə, ruhu şad olsun Söhrab Tahirin. Böyük şairidir.